من ترکی başarıram. Amma o andazda ki Farsiyə təsəllütüm vardı, Türkiyə təsəllütüm yoxdur. Ona görə با عرض معذرت من فارسی صحبت میکنم. من 50 سال تو تبریزم، فارسم، اما همیشه این رقصای ترکی رو میدیدم، ولی این رقصایی که اینجا اجرا شد فوق‌العاده بود. زندش کاملا متفاوت بود. Günlərimə Dubarədən Arşın Malalarının icrasına mən gəldim, baxdım 2000-ci təcrübəm idi və vaqəən bu işdən ləzzət aparım ki, bu cür ictimaidir və bir dənə məfhumu vardı zir mətnində və çox söyürəm ki, Ay Məhəmməd Fərşbaf və əmsal Ay Məhəmməd Fərşbaf bu cürsünə komedi işləri, daray məfhumu bizim şəhrimizdə daha işləsinlər və çoxlar işləsinlər. Azərbaycanımızda bu gözəl təsavvuri, bu gözəl filmləri, bu gözəl rəqsləri, musiqiləri biz görürük, ləzzət aparırıq. Çox xoşhalıq vaqəən. Vaqəən bir dənə nabiqə bir bərnamə idi ki, indi mən bir seyir gəlmişəm, bir seyirdə gəlmişəm və gələcək də və xaşən də gəlin baxın. Vaqəən nəticəlidir, vaqəən ürəkdən gülməlidir. Nəmnədə cavanlatsız, səhdən də qabağın alır. Bilirsiniz, bu bərnamə, bu zəhmətinə işləyib sizlərdən ötür. Kaş çox tez tərcəliydim. Hala iş çıxmışdı, eləyənməmişdim. Bəli, çox sevinirəm, çox xoşalam ki, bu gözəl bərnaməni yaxından görə bildim. Mənim nəzərimə hamı gəlsin. Əslən qaçırtmayın bu gözəl fürsəti. Çox pəşiman olasınız, çox gözəl gecə idi. Çox möhtəşəm və çox gözəl. Bu günlərdəki bir-birləm mərdumumuz zəhmətdədir, əziyyətdədir, bahalıqdır, cəng olur və giriftarçılıqlar var. Vaxtı adam gəlir bir yerdə ki, bir-birləm enerjini, bir-birləm hoviyyətimizin, neçə yüz il təməddünün quşələrini burada görür. Həttəmən ki, ürəkdən bunlar adamı yüngüllədirir. Vaqəən bedun tarif deyə bilərəm ki, çox gözəl və faxır bir işidir. Arşın Malaların işi çox gülməli və tənnaz karakterlərindən biz keyf elədik, ləzzət apardıq, bugün bura qonağıdıq. Kaş Dubarədən təmdid ola. Kaş Dubarədən təmdid oluna ta cəmaət elə bu cür gözəl icralar görür. Sizdən məmnunam.